Salam dostlar. Bari bizim ana dəyişən arılarımızdan biridir. Bir neçə üsküy qoymuşdu əslində bu arı. Yəni bu üsküyləri dağıtdıq, bir dərəcəni saxladıq. Ana arı besiyə getməsin deyə də ana arını ləğv elədik. Yəni yaşlı ana arı idi. Mən də nəyi göstərmək istəyirəm? Bu koloniya bir qatlı koloniya olmasına baxmayaraq, yəni ana arı olmadığına görə ilk başlarda və yeni anarda hələ yumurtaya təzə başladığına görə, içəridə də əvvəldən qalan kifayət qədər tarlaçar olduğuna görə arının hal-hazırki bal vəziyyətini göstərmək istəyirəm. Yəni bu çərçivə bilməmiz görünür, 1 kilogramdan artıq bu çərçivədə bal var. Yəni tamamilə açıq nektardır. Çox gözəl bal topladı, yəni hələ də toplayırlar, lakin çıxmaq üzrə olan və çıxacaq olan çoxlu sayda yumurta var. Bu yumurtalar doğulduqda bu koloniyanın bal vəziyyəti necə olacaq, mənə həqiqətən çox maraqlıdır. Çünki bunun kimi mənim bir neçə koloniyam var ki, içəridə gənc arı olmadığına görə, bala olmadığına görə arada çox gözəl bal deposu var. Yəni onlar yumurta bura. Demək olar bütün çərçivələrdə eyni vəziyyət. Aşağı yuxarı 1 kilogram yaxın bal var. Yəni bu hissə tamamilə baldır. Hətta üstünə artıq burada möhürləməyə başlayıblar. Çox gözəl bal yığır. Bəlkə bu arını bir müddət qəfəsə saldım. Yəni içəridə kifayət qədər yumurta var. Yeni doğulmuş arılarda yəni çoxdur. Ana arı da özü də buradadır. Ana arı burada. Bu da bakmasın mələzidir. Arıların ömrü bildiyimiz kimi 45 gündür, təxminən 45 gündür və içəridə kifayət qədər arı sayı azalıb. Yəni əslində bu koloniya dolu olmalıydı arı ilə. Yumurtalar çıxdıqda artıq koloniya dolacaq. İçəridə arı sayı həddindən artıq azalıb. Çünki artıq ömürlərini başa vurublar. Baxın, eyni qaydada burada. Çox gözəl nektar var. Həmçinin yumurta. Hava küləklidir. Küləkli havada arılar hələ də çox da agresiv olmurlar. İnşallah görək sezonun axırına vəziyyət necə olacaq. Aşağı yuxarı bütün koloniyalarda bu cürdür. Bal axımı var.